Bugün festivalımızda iştirak edən hörmətli ictimai siyasi xadimləri, elmin və təhsilin nüfuzlu nümayəndələrini görmək həqiqətən də və onları salamlamaq çox xoşdur. Və sizin burada olmağınız tədbirimiz üçün böyük bir şərəfdir, bunu da biləsiniz. Və bildiyiniz kimi hörmətli qonaqlarımız arasında peşəkar fəaliyyəti, təhsillə bağlı olan insanlar da var. Hədəf şirkətlər qrupu mütəmadi olaraq dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində faydalı fəaliyyətlər həyata keçirir. Bu mənada Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığa yüksək dəyər veririk və təbriklərini eşitmək üçün səhnəyə sizin alqışlarınızla Təhsilin İnkişafı Fondunun sədri cənab Elnur Nəsibovu dəvət edirik. Çox hörmətli Şamil müəllim, dəyərli millət vəkilimiz Fazil müəllim, dəyərli ictimai xadimlər, ictimaiyyət nümayəndələri, çox əziz Türkiyəli qardaşlarımız, qonaqlarımız, əziz valideynlər, dəyərli gənclər. Hər kəsi Elm və Təhsil Nazirliyinin yanında Təhsil İnkişafı Fondu adından salamlayıram və bu gözəl bir məkanın açılması, bu bayram münasibəti ilə bizim üçün hər bir təhsil müəssisəsinin açılışı bayramdır. Dəyərli millət vəkilimiz qeyd etdi. Xüsusən də belə müasir, belə interaktiv məktəbin açılışı bizim hər kəsi, hər birimizi çox sevindirir. Təhsil millətin gələcəyidir devizi ilə, ulu öndərimizin devizi ilə bugün dövlətimiz, ölkə rəhbəri və birinci vitse-prezidentin dəstəyi ilə təhsil islahatlarının həyata keçirilməsini dəstəkləyir. Yeni məktəblər açılır, ali təhsil müəssisələri genişləndir fəaliyyətini. Dövlət proqramı ilə hər il 500-dən artıq gəncimiz dünyanın top universitetlərində təhsil alır. İşğaldan azad olunmuş ərazilərimizə təhsil qayıdır. Və ilk və yeganə hələ ki ali təhsil müəssisəsi olan Qarabağ Universiteti artıq 2-ci ildir öz qapılarını bizim gənclərimiz üçün açır. Orada tələbələrimizin sayı 2300-ü keçir. Bütün bunlar çox gözəldir. Amma heç bir cəmiyyət yalnız bir dövlət qurumunun və dövlətin bir neçə orqanının dəstəyi ilə təhsil kimi böyük ictimai marağa sahib olan məsələnin öhdəsindən gələ bilməz. Ona görə bizim cəmiyyətimiz, ictimaiyyətimiz və özəl sektorumuzun burada dəstəyi və iştirakı çox vacibdir. Bugünkü gün biz 20 illik təcrübəyə malik olan Hədəf Şirkətlər Qrupunun liseyinin açılışında iştirak edirik. Və bu təbii ki, valideynlərin, ictimaiyyətin ora böyük etimadını, marağının göstəricisidir. Təhsilin iki əsas məqsədi olan şəxsiyyətin formalaşması və eyni zamanda əmək bazarı üçün işçilərin hazırlanmasının hər iki məsələnin öhdəsindən Hədəf qrupu layiqincə gəlir. Bayaq Şamil müəllim qeyd etdi, biraz yağışın olması ehtimalını nəzərə alaraq bir qədər qısa mən də bütün təbriklərə qoşuluram. Şamil müəllim, sizə və bütün Hədəf heyətinə, ailəsinə, kollektivinə təbrik edirəm, təşəkkür edirəm və mən əminəm ki, bu cür şəraitdə əlbəttə ki, gələcəkdə bütün bu məktəbin potensialı tam olaraq istifadə olunacaq və yeni Bakının müxtəlif rayonlarında və eyni zamanda ölkəmizin bölgələrində yeni hədəflərin açılmasının şahidi olacaq. Bir daha hər kəsi təbrik edirəm və dəvətə görə də təşəkkür edirəm. Sağ olun. Təşəkkürümüzü bildiririk.